Barış Baktaş, Kan Çiçekleri serialı ile diqqətləri üzərinə çəkdiyi karyerasını güclü adımlarla davam etdirir. Geçen mövsüm Sevdiyim Sənsin serialında canlandırdığı Civan rolu ilə rəğbət qazanan Baktaş, Muşda çəkilən Babamın Damadı filmindəki səhnələrini tamamladı və hərbi xidmətini yerinə yetirmək üçün hazırlıqlara başladı. Əvvəlcə hərbi saç düzümü etdirən Baktaşın sabah hərbi hissəsinə təslim olacağı öyrənildi. Hərbi xidmətini Tekirdağda keçirəcək uğurlu aktyor 29 iyulda təxris olunacaq və avqust ayında Sevdiyim Sənsin serialının ikinci mövsüm çəkilişlərində iştirak edəcək.